Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Tarık Əliyev yol qəzasında bir nəfərin ölümü, digərinin isə xəsarət almasına təqsirləndirilən Arzum ləqəbli tiktoker İlduzi Hacıyevanın iştirak etdiyi qəza barədə danışır. Xəbər verilir ki, qəzada həlak olan Amal Məlikovun bacısına müraciət edərək deyib: 4 uşağın ahını almaq bilirsiniz nə deməkdir? O nali tutacaq insanı. Əgər hikkənə görə bağışlamırsansa, nə sənin ölün rahat olacaq, nə də vicdanın. O uşaqlar hər dəfə canlı açıb anam yanımda yoxdur deyəndə orada oturan 10 min, 20 min adam sizə lənət oxuyacaqlar və siz onların ağzını yuma bilməyəcəksiniz. İnsanı bu qədər də alçatmazlar. Siz qardaş itirmişsinizsə, bugün Amerikada yaşayan Qənirə Atışova qardaşınız haqqında nələr paylaşıb? Qeyd edək ki, Xəzər rayon məhkəməsinin hökmünə əsasən Arzum ləqəbli tiktoker İlduzi Hacıyeva 5 il 2 ay müddətin azadlığına məhrum edilib. Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. Arzum ləqəbli tiktokerə qarşı cinayət məcəlləsinin 263.2-ci yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə və ya 264-cü yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri tamamilə irəli sürülüb.